8 ildən sonra möcüzə balamızı evə yola salırıq. Qızımız birinci dəfə uğursuz həmləlik keçirdi, uşaq qalmıbdı. İkinci dəfə müalicə elədik. 5 yaşında prinses qızımız var. 2 dəfə boru həmləliyi olunub. Sol boru götürülüb. Sağ boru əməliyyat elədim. Həmləliyi götürüldü, amma boru saxlanıldı. Sonra o boru bağlanıldı. Təkrar müalicə elədik və təkrar həmləlik baş verdi. Müalicə nəticəsində həmləliyimiz çox çətin keçib, riskli keçib, hematoma, düşük riski, laxtalama problemləri və sairə problemlər. Ən əsas ağır problemimiz uşaqlıq boyun çatışmamazlıq. Birinci qızımızı biz 34 həftədə dünyaya gətirdik. Bunu 36 həftəyə çatdırdıq. Qızımız yataq rejimində idi. Uşaqlıq boynunda sirkulyar tikiş var idi. Ona baxmayaraq körpəmiz hal-hazırda yanımızdadır və bir gün sizi evə yola salırıq. Sizi təbrik edirəm. Alina qızımız böyük qız olsun, sağlam olsun. Həmişə belə üzümüz gülsün. Çox sağ olun doktor. Təşəkkür edirəm. Hər şey sizin sayənizdə. Gözünüz aydın olsun. Çox xoşbəxtəm ki, bir gün üzümüz gülür, həmişə ağlayırdınız. Doktor, heç vaxt həmlə qalmaram. Həmləlik axıra kimi çatmaz, amma şükürlər olsun. Prinses yanımızdadır. Allah saxlasın. Все, мамочка, gözünüz aydın olsun. Tabii bak. Şuna bak. Ay bana bak. Alo. Gəlirəm, gözləyək. Gəlirəm.